çıxım cədvəlidir. Hər inkubator aparatının özünün çıxım cədvəli. Çox düzələməyə çıxdı. İkinci mərtəbədir. Hərəkətli olsun. 17 mart 2025-ci ildə qoydum yumurtalarını. Yumurtadan çıxan görsələri. Hərəkətli olsunlar. Birinci mərtəbəni göstərdim. Birinci mərtəbədir. Hələ çıxım devam edilir. Bunlar hamısının ana qucağına alacaq. İstilik haqqında hansı 3 sərfəsli suların verəcəyik, sonra yemləri, hansı yemləri verəcəyik, təbii suyun hansı yemləri verəcəyik, başlanğıc yemləri hansı sular, onların hamısını deyəcəm, hansı vitaminlər verilir, paraşoklar verilir, hamısının barədə ətraflı məlumat verəcəm. Yəni 2 üsuldan saxlamaq var, təbii üsuldan, vitaminli və s. Hərəkətli olsunlar. Şimdi çok saklanmıram, yani ki inşaat olmasın canlılar. Şöyle sık. Şöyle sık. Bir, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, hələ çıxmısan, 15, 16, 17, qurbanına götürüm, 18, yaş etmez diyor, 18, 19, 20, 20 burada, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31. Hansı dirbaşlı, hansı gəzir, onları götürmək, təmiz qulayanları. 31. Süt lazım değil sana. 33. Hadi parmağını 33. 34 yaşlı. Daha yaşlılar. Ben atsın devam edeyim. Şöyle bir sıra. Oh bir çıkıra. Bir çıkıra. 35. Bismillah. Dışarı var. Zaten bir nasıl var? Evet, çıkıp. Sonra verdim bir aparatı. Yani çıkın, yaş çıksın. Bu aparatta biraz düz göstermeyiz. Ona göre dikkatli olmak lazım. Hareketli olsunlar. Hareketli olsunlar. Açık demiştik ki adamsın kuzeysen bize bak. Kendini batırırsa ki o beğensin, öğrensin.
Şərbətli sudur. Bir tərəf kaşığı şərbətli kaşıksız kaynamış su. Veririk. Sudan sonra yemlərini veririk. Hamısını çəkişib göstərəcəm. Biraz da yumurtanın sarısını veririk ilk önce. Tabaktan yumurtanın sarısını alın vermək olar. Yumurtanın sarısının hardasa 5 gün, 10 gün ərzində verirsiniz. Əgər təbii yolla saxlamaq istəyirsinizsə. Sonra keçirik qarışıq yemlərə. Qarışıq yemlərdəki buğda unu, qarğıdalı unu, qara un, arpa qətiyyən olmaz, çünki pişkənlidir, boğazında olur. Arpanın unu da olmaz, yoxlarda arpa mən verməyəm, çünki uşaqlardır ki, burada daha məsləhətlidir. Bunları nəm eləyir, adadıq nəm eləyirsən, teksən qablarına yeyirlər. Bir ayından sonra buğday yarılmasını köftələyib, silə yəni köftələyib, yumuşaqdan sonra vermək olur. Yəni ki, güzəlləri təbii yolla bölüşmək olur. Yumurtanın sarısını veririk. Yavaş-yavaş özləri gələcək. İlkin sarısını verin, çünki ağam o dəqiq verim olmaz, çünki iş qalır, qarnı asıda gelir. İki gün simayəlin sarısına sonra ağım vermək var, qarışıq vermək var. Qapı qalıb deyin, azı üçün qaçılar üçüncü. Şüylələrdir. Deməli, toyuqlar deməli, termometr yoxsa da istəyirsə, 28 dərəcə olmalıdır üçüncə. Yəni, yaz aylarda, qış fəslində 32 dərəcə, 33 dərəcə kimi çıxma olar. Yəni, yaz aylarında 28 dərəcə, 32 dərəcə saxlamalısınız da, yəni, çox da 28 dərəcədən ilk həftə şikayətini düşməsin. Sonra, bir həftədən sonra da 3 dərəcə, 1 dərəcə arasında yendirmək var, hər həftəyə görə. Cüzələr gərilənmiş qanın altına yeşilərsə, deməli, istilik azdır. İstilik deməli, şürlər azdır. Əgər kündə yığılarsa, deməli, istilik həddindən artıq çoxdur. Əgər yayılırlarsa, deməli, istilik temperatur normaldır. Deməli, yeməyə başlayır. Şöyləsiz, bu da yavaş-yavaş yelir. Böyle şöyle. Bu təbii yolla sulardır, şərbət sular, yemlərdir. Hansı yemlərdir danışdığım, keçən o bu sular. Gördüğümüz risk olanlar ağ olan bakteriyadır, antibiyotik ediyorlar. Bağışıklık sistemini yaxşılaşdırır. Tiktonikdir, o birisi qırmızı varsa tiktonikdir. Bu da vitamin kompleksidir. Onlar da ki, deməli, 1 gram 0,15 litr qaynamış yağ qatılır, gündəlik olaraq içməlidir. Yəni sabah saxlamaq olmaz. 1 gramdan. Qaynadılmış soylu suyu qatılsız, boz qabaqlan içir. 5-7 gün bu verilməlidir. Yəni ki, 5-7 gün verilməlidir. Mən də mayanlamasını yaxşıdır bu şpirtdə olanda. Mayanlamasını gücləndir, həm də mayandır. Farklı aktiflərlə ala bilərsiniz. Yaxın arasında. Deməli, sonra 7 gün bunu verindən sonra 7 gün sonra ara versiniz. Sonra orada paraçoklar olur. İndi orada hamısı özəlsə başı sağdaq gedir. İndi mən belə deyirəm burada hamısı olmalı olar. Deməli, oksitetraskinin olacaq. Ampol yan. Pravaseptol, superbit. Deməli. Superbit vitamin gedir. Deməli, o birisilərsə antibiyotik gedir. Deməli. Superbiti orada əvəz edilənə var. Verilməlidir. Deməli, nə qədər verilirsə, həmin o paraçoklardan. 1 çay qaşığı, 2 litr suya qatırıq, qaynamış suya, yer həmsini. Qaynamış suya qatırıq, soyudulmuş da, yəni qaynamış soyudu suya qatırıq, veririk. 2 litrə. Bunu 7 gün sonra, o vitaminləri veriləndən 7 gün ara verir, sonra bu həmin
karışıkları değil. Karışık simitleri değil. Bunu da gündəlik içməlidir. Sabah saxlamıyor. Bunu artıq böyüdələr deyin. Sütü bəsləyəcək bunlara. Mesela mənim bəslədiyim sütlərin sayına görə ələ verəmə var. Yəni ki, sabah saxlamaq olmaz. Ümumiyyətlə, dərman sabah saxlamaq olmaz. Yəni ki, gün ərzində içməli gündəlik ya. Keçək yemlərə. Mən ilk öncə, məndə bu yaxın ərazidən servis oldu, başlanğıc yemi. Yəni, imişli başlanğıc yemi, 2000'lərində arkadaş oldu, imişli o başlanğıc yemi verir ilk öncə. Başlanğıc yemi. Yəni, 10-15 gün maliyətləri daha yaxşı var da, başlanğıc yeminə, 10 gün maliyətləri daha yaxşı var. Sonra kənd nömrə 1 deyim, məsələn, bəzi yemlərə keçmək var. Mən ən yaxşısı eləsin, ətlik də verə bilərsiniz, kökətmək yemi də verə bilərsiniz. Buraya yemi sakin vermir, çünki kəndlərə buraya yemi çox gücə sağ oları. Yəni, olmaz da onu. Mən məsləhət görmürəm. Ancaq elə kənd nömrə 1 deyil, ətlik böyütmə yemləri verə bilərsiniz. Yəni, 2 ayına kimi yemi var, istəsəniz yaxşı inkişaf eləməyə baxır da, 1 ay sonra ömrə keçə bilərsiniz. 15-ci gündə laset olur, göz damcısı, burun damcısı. Mən burun damcısını tökürəm, hər buruna bir damcı. Yəni burnu açılsın deyə, yəni nəfəs alsın deyə. Bir damcı bəs edir. 15-ci gün, 30-cu gün, 45-ci gün məsələ vermək lazımdır. O həmin verən vaxtda heç bir vitamin, antibiotik verilməlidir. Yəni asata verilən vaxtda. Bunların 15 günə sonra biraz kişilər razı şeyləsin. Bunların asılı yerlər var. Küt yaxdıram orada mən. Keçəcəm onları. Yəni ki, təmiz hazır yer, rahat yer. Yəni hırılmış, kubisən hırılmış, rahat yer. Yəni da belki genişdir. Yəni sıvara yemləri pastanın qabağında olmalılar. Gecə gündüz. Özləri norması yer duracaq. Yəni norması var da yer duracaq. 2 ayından sonra 2 ay tamam olanda bir həftə buna qurt dərmanı verilir. Yəni 2 ay tamam oldu. Bir həftə qurt dərmanı verilir. Sonra mesela iğne H vaksini vurulur. H vaksindeki sulara 0,5 vurulur. Süroklarda 1 gram. Sulara 0,5. 8 plastik başlayacağım. Yani yeterli olmakamda sinəsine vurmak lazımdır. Suyu sinəsine silip biraz səhv edirsiniz. Dik olmasın, diğer geçersiniz. Yani səhv edirsiniz, arzuya vurur. Plastik olup başlayacağım. Yani fevral Mart ayıncaları daha yaxşı inkişaf edir. İndi hələ bunlar iyinin 12-nə kimi iğnə yapılacaqdır. Ya təxminində yəni 15-nə qədər. Yenə çox sıx olmayacaq da yəni. Çox sıx olmayacaq. Yəni mən ümumiyyətlə yaz girəndə Mart ayından Maya kimi iğnələyirəm. Bir də ki payız bəsdir. Sentyabr başlayandan noyabrın axırına qədər iğnəni tutmaq lazımdır. Yəni yayda ümumiyyətlə iğnə vurmuram, məsləhətlərdir. Yəni 4 dəfə vuran var, mən 2 dəfə vuram bəs olur. Çox vaxt tapanmasın, üşüləsin. Arada bağırdım açıram ki, isinəsin yerləri. Siz nə düşünün? Atandan sonra tutardı. Yəni şərbətli soğunsun. Kiməsə nəsə lazım olsa yoruma yazsın. İmkan yaxında başlayalım. Şimdi başa düşsə başqa məsələ. Nəsə lazım olsa yan yazsın. Şimdi yazılara cavab verir. Hamının çəkənə başına bol yüzü bəlkə gedirsin. Bəlkə bol. 2 dənə videoma demişəm çəkişdə. Deməli, toyuqların küt düşməsi üçün acımış xamır verəndə tez keçirlər. Yumurta turatanda deməli, çiğ düyü verirsiniz. D vitamini, güneş almalılar, müsbət şəkildə yaşlı olsunlar, kalsiyum var, A, B, K vitamini var. Versəniz təsir eləyər yumurtanın qabığını bərsin. Bir də bərəkətli olsunlar. Havanlı olmalıdır, teşekkürlər. Bərəkətli olsun.